Hyundai nədir o sabun qabıya oxşayan? O Sabun qabı. Hyundai lap axırıncı Santa Fe. Mən onun qardaşımsan. Yəni konkret sabun qabıya oxşadıram. Honda'nın elə bir maşınını göstər. Honda Pilot. Honda Pilot, niyə Honda Pilot? Aşağı yuxarı eyni oxşayırlar. Mən yenə bax hər efirdə də deyirəm ki, Hyundai Santa Fe-nin 2025-i çox bərbad vəziyyətdədir. Onda niyə elə dizayn veriblər? Gördünüz, salon gözəldir. Piano olur. Onu niyə elə veriblər? Köhnə o Rambo-nun kinolarında Land Roverlər zatlar var idi, belə arxası eybəcər. Onlar ondan verdi. 94-ün, 92-nin o maşınlarına oxşayır. O Santa Fe onu niyə icad edib ümumiyyətlə buraxıblar? Necə ona dizayn veriblər? Mən də anlamıram, amma alanlar var. Alanlar var. Və çox məhtəq alıram ki, və bunu necə aparıb 72 min manatı verirlər. O görünüşə 72 min manat. 72 min manat. 72 min manat, 79 min manat komplektasiya görə dəyişir. Aparıb adamların əli necə gəlir ki, 70-80 min arası pulu aparıb o Santa